Goranboyda orta məktəbdə insident baş verib. APA TV-nin məlumatına görə hadisə Hazır Əhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb. Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazır Əhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Goranboy rayon polis şöbəsinə rayonun Hazır Əhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat verilib. Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Rızayeva saxlanılıb, faktla bağlı araşdırma aparılır. İkinci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib, şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.